Bu videoda neftin fraksiyalı distillasını öğrenəcəyik. Və bundan öncə spirt və suyun distillərsini öyrəndik. Neftin tərkibində isə çoxlu maddələr var. 250-yə yaxın maddə qarışığından ibarətdir. Baxmayaraq ki, neft sadəcə bir rəngdə və qara rəngdə görünür. Amma onun tərkibində çoxlu müxtəlif rəngli maddələr var. Yalnız qara rəngli hansısa bir maddə dominant olduğu üçün o rəngdə görsənir və bir cins biz görürük. Bir cins gördüyümüz üçün biz deyirik bir cinsli qarışıqdır. Neft özü bir cinsli və yaxud da ki, eyni cinsli və ya homogen qarışıqdır. Biz indi ondan müxtəlif məhsullar bilirsiniz ki, benzin, kerosin, dizel kimi məhsullar alırıq. Bunu necə alırlar? Öncə nefti qızdırırlar və neftin tərkibindəki maddələr, hər bir maddənin öz qaynama temperaturu var, fərqlidir. Bilirik ki, öncə hansı maddə qaynayar, qaynama temperaturu aşağı olanlar daha tez qaynayır. Ona görə 20 dərəcə Selsidə qaz halında olan maddələr birinci çıxacaq. Sonra isə benzin fraksiyası 70 dərəcə Selsidə olan. Daha sonra baxırsınız ki, temperatur qalxdıqca, qaynama temperaturları qalxdıqca fərqli-fərqli məhsullar alınır. Burada benzinin özü sadəcə bir maddə deyil, onun da içərisində bir neçə maddə qarışıqdır. Bu 70 dərəcə Selsi həmin o bir neçə maddə üçün ortaq bir qaynama temperaturudur. Beləliklə biz e, xam nefti qızdırıb, qaynadıb, onu müxtəlif hissələrə, fraksiyalara ayırmış olduq. Buna deyirlər neftin fraksiyalı distilləsi.